Herkese selamlar dostlar. Bugün sizlerle birlikte neçə gündür video gelmirdi, artık video geldi. Bugün sizlerle birlikte bölünmenin bahisi, yani bölmeden de daha çetin olan suallardan biri qalıqlı bölmə və çubuqlu bölmədir. Çubuqlu həm qalıqlı bölmə. Bugün çubuqlu bölmə başa salacağım size. İlk öncelikle qalıqsız çubuqlu bölmə və yanımda da qonağım Fatih Bəyli var. Bir dəqiqə dostlar. Tez mən bir dəqiqə. Aha. Bəli dostlar. Bugün dediğim kimi sizə riyaziyyatdan nətər deyim? Sizə riyaziyyatdan çubuqlu bölməni başa salacağım. İlk önce mən çubuqlu misallara baxım. Misallara baxım və burada yazım. Sizə də başa salım. Bu yazım. Məsəl üçün bir dəqiqə dostlar, bir dəqiqə. Bəli dostlar, indi davam edə bilərik. Dedik ki, 91 bölünsün 7. Bir dənə buradan bir damcı qalınlığı artıq. Baxaq. 91. Çubuqlu bölmə belə yazılır dostlar. 91'i yazırıq. Belə eləyirik. Belə eləyirik. Yəqin ki, böyük qardaşlarınızdan, dostlarınızdan belə bir şəkli görmüşsünüz. 91 böl 7. Bir dəqiqə dostum, bir dəqiqə. 91 bölünsün 7 dostlar. 91 böl 7. İndi dostlar, burada 9'un içində ilk önce onluqlardan başlanılır. Onluqdan başlanılır. 9'dan neçə dənə 7 var dostlar? Əlbəttə ki, bir dənə. Biri yazırıq bura, ağlımızda qalır. Bəs 1 vurulsun 7. İndi 1 yazdıqdan sonra 1'i vururuq 7'yə. Bir dəqiqə dostlar, bu qalıqlı deyil. Qalıqsızda baxın. 91 bölünsün 7. Neyse. Bir dəqiqə, bir şeyi səhv eləmişik bəlkə dostlar. 9, 91 bölünsün 7. 1 vurulsun 7. Çıxırıq. 7 eləyir dostlar. Bunu da çıxırıq. Alındı. 2 və 1. 1 avtomatik düşür bura. İndi isə 21'i bölürük 7'yə. 3 alınır. 3 vurulsun 7. Düzülmüş. İndi dostlar 21'i böldük 7'yə. Elədi 3. 3'ü vururuq 7'yə. Eləyir 21. Və bunun 21'dən isə 21 çıxanda cavab 0 alınır. Və dostlar, buradakı cavab 0'a gələndə də misal artıq bitir. Və cavabımız isə buradakı rəqəm alınır. Gördüyünüz kimi cavabımız burada 13 alındı. İndi isə bəzi tapşırıqlarda verilə bilər ki, bu cavabı vurma ilə yoxlayın. Sizcə nə edərik? 13'ü vurarıq 7'yə. Hələ mən sizə vurmayı da deməmişəm, düzdür. İndi gəlin onu da 7'yə. İlk önce belə suallarda 3'ü vururuq 7'yə. Neçə eləyir? 21. Təkliyi yazırıq, onluğu yadda saxlayırıq. 1'i 7'yə vururuq. Neçə eləyir? 7. 2 yadda 9. Cavabımız 91. Beləliklə də baxın 91 burada. 91 burada. Deməli 100 yazmışıq sualı. İndi isə bir dənə də vurmadan başa salın dostlar. Yəni vurmayı da biləsiniz.
O hamısını silmək. Ben niye siliyorum? Bakın silməliyəm. Aha, hə dostlar. İndi 107. Məsəl üçün 107 vur 3. 7 vurulsun 3 eləyir 21. 1 yazdıq, 2 yadda. Onluqlar var. 0 vurulsun 3 eləyir 3. 2 yadda ilə 2. 0 vurulsun 3 çarptım. 0 eləyir 2 yadda ilə də 2. 1 vurulsun 3 3. Cavab 321. İndi gəlin bir də belə baxaq. Şimdi dostlar gəlin belə hesablayaq. Baxaq görək düz mü yazmışıq, səhv. 107 üstə gəl 107 və yenə 107. Çünki 3'ə vururuq. Yəni bu da deməkdir ki 3'dür. İndi 7 14 bir tane de 7 21 bir yazdım 2 yatta 0 0 2 yattalarla 2 1 1 1 1 321 cevap 321 ve yani 321 beləliklə vurmada belədir. Var bir hansı sual eyni qaydayla belə yazırsınız. Tabii qalıqlı olmasına dikkat verin. Devam edək. Sizə tekrardan başa salıram. Orada çok getdik. Çok getmişik dostlar bir dəqiqə. Aha. Biz burada qalırıq. Aha, indi dostlar. Buradan bir daha sual seçeyim. Kitabdan baxıram, riyaziyyat kitabı. 98 bölünsün 7. Hadi, elədiklərim yadına düşdü, heç yadımdadır. İndi ilk öncə neyniydi? Yadımdadır yoxsa deyil. Yəni elə belə deyirəm. Abi yadımda olsa nə qəşəng. Yox. Demək 9'un içində neçədə 7 var? 2. 2 olsun 7. Nə çağıra? Deyildi dostlar. 98 olsun 7 də. Bir nətər 2 olur axı? Bura 1 yazırıq dostlar. Bağışlayın. Bəzən belə səhvlər olur. 1 olsun 7. Eləyir 7. Çıx. 7. Cavabımız 2. 8 avtomatik. Bura gəlir. 28 bölünsün 7 4. 4 vurulsun 7. 4 vurulsun 7. Eləyir 28 və 28'den de 28 çıxırıq. Cavab 0 və 0. İndi burada cavabımız 14 alandır. Gəlin yoxlayaq. 14 vurulsun. Vurulsun 7. Cevap kaç vurulsun 7? 28. 8 yazdım. 2 yattı. 1 vurulsun 7. 2 yattığıyla 9. 98 ve yine 98. Deməli bu sualı da düz yazmışım. Sıra dostlar. Qalıqlı və eyni halda da çubuqlu bölmə. Bəli, çubuqlu. İndi sıradaki sayfayı açıram. Çünkü bu dersi dostlar dünən öğrenmişik. Bugün de qalıqlıyı öğrenmişik. İndi qalıqlıyı da sizə izah edəcəm. Necəsən oğlum? Yaxşıyam. Nə iş görürsən? Dostlarıma qalıqlı bölməyi öyrəndim. Qalıqlı və qalıqsız. Hakikaten de öyle. Bu da çalışır. Dostlar
Yani sualı buradan. Səhifə neçədir? Səhifə deməli dostlar, çubuqlu bölmə amma qalıqsız. Səhifə 28-29. Çubuqlu bölmə qalıqlı 20, 30 və 31-in istəyirik. Tabii mesela elə belə misallara baxın. Riyaziyyat kitabından. Riyaziyyat kitabından. Qısacası 30 və 28. Yox. 30 və 29. 29-da çubuqlu bölmə, 30-da da çubuqlu bölmə amma qalıqlı. İndi buradan bir daha baxaq. Şimdi 61 bölünsün 4. 61 bölünsün 4. Deməli dostlar, eyni qaydada gedirik. 6-da neçədə 4 var? 1 dənə. 1 vururuq 4-ə. Eləyir 4. İndi çıxanda 2. Nədən çıxdım? Nədən? Nəyə çıxdım? 6-dan 4-ə çıxdım 2. Bir də avtomatik. 2, 21. Bir də avtomatik bura gəlir. Yəni eyni qayda ilə gedirik. İndi 21-i 4-ə böləcəyik. Amma bölmək olmur. Çünki burada öcək qalıq işləmi başlayır. 21-ə yaxın neçə 4-ə bölünür? 20. Yəni yuxarıya qalxmırıq da dostlar. Məsəl üçün sizə nətər deyim? Bir dəqiqə. Məsəl üçün yuxarıya qalxmırıq da. Nətər deyim? 24 də bölünür. Amma yuxarıya getmək olmaz. Beləliklə qayda pozulur. Aşağıdan, yəni başa düşdünüz deyəlim. Mən deyirəm ki, dostlar, yəni ki, yuxarı gedəndə misalımız səhv olur. Aşağı və 20-yə ən yaxın olan və 4-ə bölünən rəqəm hansıdır? 20. 20-yi 4-ə bölürük. Alınır 5. 5-i vururuq 4-ə, eyni qayda ilə davam edirik. Eləyir 20. 20-dən də 21 çıxanda bərabərdir 1. Beləliklə də biz qalığı tapırıq. Bu da qalıqlı bölmə. Cavabımız 15 eləyir. Cavabımız 15 eləyir. Amma 1 qalığımız da 1 qalır. Aferin. Belə bir daha eləyək. Baxaq görək burada başqa. Ördəki dostlar, yəqin ki, bu vaxtlar 826 bölünsün 7 gələcək. Onu da yəqin ki, sabah keçəcək deyəsən. 3 rəqəmləri bölmə. Valla mən də merak edirəm. Çıxıcı bir dənə də sual. 87 bölü 7. 87 bölünsün 7. 8-də neçədə 7 var? 1. 1 vururuq 7-yə, eləyir 7. İndi 87 çıxırıq 7. İndi 1 burada olur, 7 də avtomatik buraya gəlir. 17. 17-yi 7-yə bölmək olurmu? Əlbəttə ki, olmur. 17-nin içində neçə dənə 7 var? Onu tapmaq lazım. Yəni bölməklə də olur o. 17-nin içində neçə dənə 7 var? 2 dənə. 7, 7, 14. Bəs 14-ü 7-yə bölmək olurmu? Olur. 14-ü 7-yə bölək. Alanda 2. 2 vurulsun 7. 14. 14. 17-dən 14 çıxanda cavab 3. Qalığımız neçə alındı? 3. Bəs cavabımız 12. Vurma ilə bunu yoxlamaq olmur, hə? Vurma ilə, yəni bilmirəm orasını açıqca, amma yəqin ki, olmuş. Dostlar, gördüyünüz kimi bugün də sizdə çubuqlu bölmə, hətta yüzlükləri vurmayı da keçdim. Yəni çubuqlu bölmədə
belə şeylər lazım oldu. Onları vurmaq. Hətta yüzlükləri də göstərdim. Bu yaxınlarda inşallah artıq 826 bölünsün 7. Belə şeylərdə keçəcəyik və bunu da sizlə paylaşacağım. Gördüyünüz kimi bugün sizlərə çubuqlu bölümə, çubuqlu amma qalıqlı bölümə dedim. Hətta vurmayı dedim. Onluqları vurma, yüzlükləri vurma. Onda dostlar videomuz bu qədər. Yok bir tane bu kadar olmasın da. Bir tane bu vurmağla yoklayaq. 12'ni bırak 87'ye. 12'yi bırak. Zəhmət olma. 12'ye. 87'ye. Yox 7'ye. 7'ye. Deyəsən olur. Bir dəqiqə. Mənə də maraqlı gəldi. Qalığımız var da. Qalığımızı bilirik nəticədə. Düz. Biləcəkdə qalığından da. Hə, şu. Tapılır dostlar, tapılır. 12 vur olsun 7. 14. Bir də yatdan. Bir olsun 7, 8, 84. Tabii ki de 84'ü 7'ye bölünüyor. Yox 84. Yox. Üstə Hə. gəl nə? Üstə gəl 3. 3 nə idi? 3 qalığımız. Belə də 87. Aferin. Baxın. 87 burada. 87. Burada. Yəni burada deməkdir Elə ki, bir sən cavabımız düz. böldükdən sonra vurma ilə yoxluyur. O bölmə əməlini filtrası keçirmirsənmi, eyni zamanda yoxlaya bilirsən. Dostlar, gördüğünüz kimi bugünlerde videomuz bu kadar idi. Bugün size 4 tane şey öğrettim. Çubuqlu bölmə, çubuqlu bölmə, amma qalıqlı bölmə, yüzlüklərə vurma, onluqlara vurma. Və beləliklə videomuz bu kadar idi. Kanala abone olup like atmayı unutmayın. Zil tuşuna basanda bizi videolarımızdan haberdar olabilirsiniz. Onda sağ olun.